Hər birinizi salamlayıram. Yeni vloquma və kanalıma xoş gəlmisiniz. Ümid edirəm ki, yaxşısınız. Sizin üçün yeni və maraqlı bir vloqa başlamışam. Bu vloqu əsasən təmizliyi çox sevən xanımlar daha çox bəyənəcək. Məncə yetərincə bir maraqlı vloq alınıb. Siz də fikirlərinizi yazmağı ən sonda unutmayın. Səhər tezdən başladıq. Bu aralar mən vloqlarıma çalışıram ki, səhər tezdən başlayayım. Çünki belə olduğu zaman vloqun davamını daha yaxşı formada gətirə bilirəm. Həm də planlaşdırmışdım ki, evdə bir neçə yer təmizlənməlidir. Uzun müddətdir ki, təmizləmək istəyirəm, amma fikirləşirdim ki, yox, enerjimi yığım və vloq çəkdiyim zaman edərəm. Buna görə də belə rutin işlərimi gördükdən sonra, ortalığı təmizlədikdən sonra başlayacağım təmizlik işinə. Əslində evdə təmizləmək istədiyim bir neçə yer daha var. Amma fikirləşirəm ki, hamısını sırayla etsəm, həm də vlog çəkdiyim günlərdə etsəm daha maraqlı olar. Çünki uzun müddətdir ki, yığışdıra bilmədiyim yerlər var. O cümlədən də bəzən elə yer olur ki, oranı Alina ilə yığışdırmaq mümkün olmur. İşlərimi gördüyüm zaman gördüm ki, Alina oturub kitab oxuyur və o formada çəkmək istədim. Sadəcə kameranı görən kimi Alina başqa cür hərəkətlər etməyə başlayır. Bilir ki, onu çəkirəm. Nəysə stolun üstünə qoyduğum zaman, ümumiyyətlə Alinaya maraqlı gəldiyi zaman bir şey onu almasa insandan əl çəkmir. Burada da başlayıram. Baxın, təmizliyimi bu formada edirəm. Amma bir müddətdən sonra Alinanın krizi başlayır və durmadan ağlayır. Bir müddətdən sonra isə sakitləşir. Buna görə də mən elə təmizliklərimdə sizə onu deyirdim ki, çox zaman mənə deyirlər ki, filan yeri səliqəsiz elədin. Amma mən başa sala bilmirəm ki, mən vloqu çəkirəm. Əgər mən yavaş-yavaş çox səliqəli formada etməyə çalışsam, bir müddətdən sonra vloqu çəkə bilməyəcəm. Çünki insan bir yerdən sonra artıq sıxılır. Çünki Alina bir yerində sakit dayanmır. Məsələn, mənim burada 15 dəqiqəm varsa, mən onu çalışıram ki, tez-tez qabları yuyum və yığışdırmaq istədiyim yeri tez yığışdırım. İndi bu gülləri yumaq istəyirəm üstlərini. Baxın, bu hissələr mən vlog çəkdiyim zaman ya da qısa videolar çəkdiyim zaman çox pis görünür. Elə bil ki, baxımsız kimi görünür. Əslində bunlar çıxmayan ləkələrdir. Amma çalışacağım ki, ən azından az da olsa çıxsın və səliqəli görüntü yaransın. Çünki videolarda çox pis düşür. Bundan başlamaq istəyirəm. Elə deyəcəm ki, və heç nə olmasın. Bu əslində altında belə bir qabı var. Yəni heç bunu qoymağa ehtiyac yoxdur. Yəni qabını yuyum əvvəlsə. Bir də bundan yuyacağım. Çünki bu artıq pis gündədir. Ona görə bununla yuyacağım. Vlogun bu hissəsindən fikir versəz görərsiniz ki, artıq səsi bağladım. Çünki gedirəm Alinanı sakitləşdirməyə, görürəm ki, yox, sakitləşmir. Burada da mən telefonu qoşmuşdum və zaryadkam da az idi. Yəni işimi də saxlaya bilməzdim. İşimi saxlasaydım birazdan gəlib, yəni bunları eyni qaydada etmək ya da buranı dağınıq qoyub getmək mənim üçün daha çətin göründü. Buna görə də Alinanı bir yandan danışıram, sakitləşdirməyə çalışıram. Bir yandan da Alina məndən əl çəkmir. Məni itələyir. Yəni istədiyi olmayanda bu uşaq tamamilə dəyişir.
Keçən dəfə bir xanım yazmışdı ki, nə yaxşı uşağınız sakitdir. Mən də cavab verirəm ki, o qədər sakit deyil. Mən çalışıram ki, sakit vaxtlarında yeni vloqu çəkim. Çünki sakit dayanmayanda insana imkan vermir. Baxın, burada da bir müddət sakitləşir, sonra yenidən həvəsə gəlir. Fikirləşir ki, yox mən ağlayım filan və bu formada da mənə imkan vermir ki, öz istədiyim formada işimi görüm. Amma yenə də bunlara baxmayaraq, Aninanın bu kaprizlərinə baxmayaraq mən işimi görürəm və bu formada da güllərim tərtəmiz olur. Güllərlə işim bitdikdən sonra bu hissələri də biraz silirəm və bundan sonra isə keçirəm artıq domestosla işimə və buranı yaxşıca domestoslayıram. Əslində bir gün əvvəl bura yaxşı klorla yuyulmuşdu, amma bu gülləri yuduqdan sonra fikirləşdim ki, yaxşı olmaz. Çünki bura qab yığırıq, qabları yuyuruq. Buna görə də domestosla yaxşıca buranı təmizlədim və bu güllərdə istifadə etdiyim hər şeyi demək olar ki, atdım. Sadəcə bu stol üstü bezdən başqa. Bunu da onsuz da tərtəmiz yuyuram. Onsuz da çox işlətməmişdim. Sadəcə təmizlikdən sonra qabların üstünü silmişdim və bu formada başlayıram domestosla hər yeri tərtəmiz etməyə. Bu hissələri təmizləmək üçün siz hansı təmizlik vasitələrindən istifadə edərsiniz? Rəylərdə yazsanız sevinərəm. Mən bu formada ya xlordan ya da domestosdan istifadə edirəm. Məncə ən yaxşı təmizləyən vasitələr elə bunlardır. Burada da artıq işimi bitirirəm, əlcəkləri çıxarıram. Bu arada bu əlcəkləri mən ancaq bura üçün ayırmışam. Qızlar, indi istəyirəm bu hissəni yığışdıraq. Bir də üst hissə var, onu da yığışdırarıq birlikdə. Burada çünki çox şey yığılıb və bunları biraz səliqəyə salmaq istəyirəm. Aninanın da krizi tutmuşdu, indi keçdi. Başlayaq birinci bu hissələri silim. Belə bir bezimiz var. Artıq bu da yuyulmalıdır. Birdən elə bilərsiniz ki, stol üstü bezimizdir. Yox, o deyil. Başqasıdır. Bunu belə toz almaq üçün filan istifadə edirik. Bunu onsuz domestoslamaq lazımdır. Ona görə istəyirəm birinci buranın tozunu alım. Çünki çox tozlanıb. Kızlar, bu arada sizə maraqlı gələr ki, niyə eyni bezlə bunları da silirəm? Çünki bunlar onsuz yaxşı vəziyyətdə deyil. Həm də uzun müddət istifadə olunmur bunlar. Biz istifadə etmirik. Sadəcə burada qalırlar. İçini də baxın belə su olub. Yəni bu istifadə olunmur. Sadəcə üzdən belə silirəm ki, təmiz görünsün. Amma təbii ki, biz bunları istifadə edəsi olsaq, yuyub, şampunlayıb elə istifadə edəcəyik. Üzdəkiləri isə silmirəm, çünki bunlar çox vaxtı təmiz olur, çünki tez-tez istifadə edirik.
aşağı hissəni də indi yığışdıra bilmərəm heç cürə, çünki Alina var. Alina mənə imkan verməz ki, orada nəsə iş görüm. Ona görə evdə adam olanda Alinanı yəni yanında qoya biləndə oranı yığışdırarıq. Bu hissə belə tərtəmiz oldu. Sobanın içini təmizləmirəm. Sabah yemək bişirəcəm burada. Yemək bişirdikdən sonra siləcəm. Təzə silmişdim onsuz. İndi isə keçək bu hissəni təmizləməyə. Baxın nə qədər şey yığılıb. Mənim maskamın burada ne işi var hiç özüm də bilmirəm. Maskam buradaymış. Alina'nı çimizdirdim. Burada da hazırda. İndi paltarları koyacağım, yumağa atacağım. Alina hamısını yerlə bir elədi. Belə ayrılmaq istəmir çirkli paltarlarından. Evin vəziyyətinə də baxın. Burada da yaprak dökümü gedir. Səsini açmışam. Səsinə Alina onları götürmə. Bu şan eləmək istəyir. İndi aparım bunları atım yuyulsun. Gəlim biraz ortalığı yığışdırım. Və belə. Sonra axşama yemək hazırlayacağım. Maraqlı bir yemək hazırlayacağım. Bilmirəm necə alınacaq. Sizinlə birlikdə yoxlayarıq. Əgər yaxşı olsa, siz də sınayarsınız. Belə, mən gedim işlərimi görüm. Alina daha da çox bu çirkli paltarlara toxunmadan. Kızlar, bu yasəmənləri də mənə yoldaşım almışdı bir neçə gün əvvəl. Gedib birlikdə suyunu dəyişək. Sizə göstərməyi unutmuşam. Gedim dəyişdim, gəldim. İndi də buranı yığışdıraq. Əslində hamamı yığışdırmışam bir neçə gün əvvəldən. Amma indi bayaq Alinanı çimizdirdim. Buranı yuyum. Kızlar, yataq otağı isə bu vəziyyətdədir. Pasteli dəyişmək istəyirəm. Bayaqdan ona görə heç nəyi yəni yığışdırmadım. Alinanın əlində hal-hazırda peçenye var. Ona görə də evə toz soranlaya bilmirəm. Peçenyesini bitirdikdən sonra toz soranlayacağım. Buranı isə pastelini dəyişmək istəyirəm.
Çünki fikirləşirəm sabah yoldaşım da evdə olacaq, birlikdə ailə günü edəcəyik və sabaha heç bir işimi saxlamaq istəmirəm. Buna görə də elə istəyərdim adyalları da yuyum, amma hələ ki bir müddət də gözləyim. Havalar tam isinsin, ondan sonra yuyaram. Amma fikirləşirəm ki, pastelləri dəyişim. Bunun altına yerləşdirilməli şeylər var. Buranı da toz soranlamaq istəyirəm. Yəni bu hissəni heç olmasa toz soranlayım, sonra digər otaqları da toz soranlayıb yığışdıraram. Başım neye takılıyor? Bir fotoğraf diye bak. Bir bak bak. Bir fotoğraf. Kızlar fikirləşirəm ki, oradakı oyuncaqları, yumşaq oyuncaqları filan hamısını buraya yerləşdirdim. Amma çox çətin qaldırdım, ona görə təng nəfəs qaldım. Amma bilmirəm yerləşəcəksə, çünki bunun içi artıq demək olar ki, doludur. Axı bir səhər çalışacağım ki, yerləşdirim. Heç olmasa oyuncaqlar gersin, bir neçə paltarı qoyum. Burada da yay paltarları varsa, onları da çıxarım ki, biraz yer açılsın. İndi çox danışmayım. Bir də qıraqlarını tosaranlayım. Çox şey çıxarmayacağım. Çünki heç halım yoxdur. Yəni o qədər iş gördüm. Alina da belə şeylər görəndə ürəyi gedir ki, nə yaxşı ki sən bunu açdın. Bayaqdan heyecandan bilmir nə eləsin. İndi buranı tez tosaranlayım. Kızlar, kulağıcığımın bir tane tapdım. O kadar sevinirəm, o kadar sevinirəm. Neçə vaxtdır bunu axtarırdım. Elə bilirdim Alina harasa atıb. Həqiqətən də Alina atmış ola bilər bura. Çox sevinirəm hal-hazırda. Biz neçə dəfə buranı açmışıq, amma bunu görməmişdim. Tamam, olsun. Əslində heç istəməzdim buranı görəsiniz, amma çox pis vəziyyətdədir. Çünki Alina'yı görə neçə vaxt eləyə bilmirdim.
Qızlar, Alina ilə nə qədər səliqəli edə bilirəmsə etdim belə bu formada. Bura üçün istəyirəm düzənləyicilər alım, amma əvvəlcə burada ən çox yer tutan 2 yorğandır. Biz bunları demək olar ki, istifadə etmirik. Onları bilmirəm nə etmək olar. Əslində biraz içindəki yunu azaldıb, yəni istifadə etmək də olar. Bu formada oldu, maksimum, yəni səliqəli belə alındıra bildim. Yəni belə, indi də bağlayım. Bunun içi də biraz rahatlamış oldu. Hələ ki bu formadadır. Adyalları da çırpdım, gətirdim, amma axşam sərəcəm. Axşama kimi bu formada qalsın. Gətirim yastıqları da qoyum yerinə. Bundan sonra isə keçirik bu tərəfə. Qızlar, bunun içini də yığdım paltarları, hansıları ki istifadə etməyəcəm. İndi bunu yoldaşımı gözləməyəcəm bu dəfə, çünki onda elə olduğu kimi qalır. Düzü mən bunu bir dəfə qaynanamla çıxardıq yuxarı, amma ondan sonra yenidən düşürdüm. Çünki havalar yenidən soymuşdu. İndi isə bunu özüm çıxarmağa çalışacağım. Bilmirəm necə olacaq, amma çalışacağım. Çəkil Aliş. Çəkil. Qızlar, oldu, bu formada qoydum. Bu hissə də artıq doludur. Bir müddətdən sonra mən bilmirəm ki, artıq əşyalarımızı hara yığacaq. Çünki baxın, bunun üstü, bura, yəni hər yer doludur. Hətta yatağın altı belə doldu. Yəni bundan sonra nəsə bir əşya olanda hara qoyacağam mən həqiqətən bilmirəm. Yəni bu hissə belə dolub. Bu hissəni elə bu formada saxlayacağam. Çünki əvvəlcə evi toz soranlıyım. Buranı hər yəni dəqiqə yığışdırmaq olur. Bura asandır. Amma evi toz soranlıyım ki, Alinanın yatan vaxtına kimi. Toz-soran işini çox uzatmaq istəmədim ki, sıxılmayasınız. Çünki hər vloqumda demək olar ki, paylaşıram. Bütün evi toz-soranladım, sildim və son görüntüdə bu formada oldu. İndi keçirəm yemək hazırlığına. Sizinlə çox dadlı bir resept bölüşmək istəyirəm. Bu resepti mütləq yaddaşa verin və mütləq hazırlayın. Əvvəlcə Holland pendirini belə iri rəndədən keçiririk. Siz xırda rəndədən də istifadə edə bilərsiniz. Heç bir fərqi yoxdur. Bundan sonra isə blender vasitəsilə əvvəlcədən bişirdiyimiz qarabaşağı, yəni qreçkanı blender vasitəsilə xırda hala gətiririk. Sadəcə mən burada bir səhv etdim. Yumurtanı blendera əlavə etməyin. Əvvəlcə qreçkanı blenderdan keçirin. Bundan sonra isə ən sonda yumurtanı əlavə edərsiniz. Çünki bu zaman biraz gec həll olur və digər formada blenderdan daha yaxşı formada keçir. Bundan sonra isə mənim içliyim biraz çox olmuşdu. Siz içinə istənilən ədviyyatları əlavə edə bilərsiniz. Duz, istiot, sarı kökdən ən çox istifadə etsəz daha yaxşı olar. Mən bişirdiyim zaman əlavə etdiyimə görə biraz tomat da qatmışdım. Buna görə də ancaq duz əlavə etdim. Və pendiri də mütləq şəkildə əlavə edin. Çünki pendir çox gözəl bir formada dad verir, xüsusi bir dad verir. Bundan sonra başlayırıq kotletlərimizi hazırlamağa. Əvvəlcədən mənim məsləhətim bu formada kotletlərin hamısını hazırlayın. Duru yağı tavaya əlavə edin. Kotletləri də əvvəlcə una, yumurtaya və suxari ununa bulayaraq bu formada qızardın. Mən qapağını örtərək bişirdim ki, içindəki yumurta da pişsin
və çox gözəl formada qızardı. Bu formada mütləq bir dəfə yoxlayın. Mənə təşəkkür edəcəksiniz. Çox dadlı alınır. Məncə bunu mənim kimi qreçka sevməyən uşaqlar belə, həm də böyüklər belə yeyə bilərlər. Yanında isə sarımsaqlı qatıq hazırladım. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Əgər paylaşımlarım sizin xoşunuza gəlirsə və faydalı olduğunu düşünürsünüzsə, kanalıma mütləq şəkildə abunə olun ki, mənə dəstək ola biləsiniz. İndidən hər birinizə təşəkkür edirəm. Mən sizə əvvəllər demişdim ki, mənim yemək kanalım var və o kanalımda get-gedə böyüyür, yavaş-yavaş böyüyür. Düzdür, mən davamlı şəkildə ora reseptlərimi ata bilmirəm, amma çalışıram ki, həftədə bir dəfə heç olmasa paylaşım edim və maraqlı reseptlər yoxladığım zaman da çalışıram orada yüklüyüm. Əslində reseptlərim istədiyim formatda çəkilmir. Çünki tək başına bu qədər işin öhdəsindən gəlməyə çalışıram və siz də mənə yetərincə dəstək olursunuz. Həmin kanalımı mən bilirəm ki, buradakı izləyicilərimin bir çoxu da izləyir və əgər hələ də izləmirsinizsə, mənə dəstək olmaq istəyirsinizsə, bu videonun altında açıqlama hissəsində sizinlə bölüşəcəm. Keçid edib oradan da izləyə bilərsiniz. Bunu niyə deyirəm? Çünki səsləndirməni bir dəfəlik etdim ki, həmin kanalda da paylaşa bilim. Əgər vloqumu bura qədər izlədinizsə, hər birinizə təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik. Hələlik.